BMT-yə görə bura 7 ildir ki, dünyanın ən xoşbəxt ölkəsidir. Amma heç kim sizə dekabr ayında cəmi 7 dəqiqə görünən günəşdən, hər il artan dövlət borclarından və fin dili bilmirsənsə, sən bizdən deyilsən deyən gizli iş bazarından danışmır. Finlandiya artıq sadəcə keyfiyyətli təhsil ölkəsi deyil. Bugün bura mühacirlər üçün həm ən böyük sosial dəstək paketi, həm də psixoloji dözümlülük imtahanıdır. $10.000 bank zəmanəti sizi həqiqətənmi xoşbəxt edəcək, yoxsa bu sadəcə qaranlıqdakı bir ümiddür? Bu videoda biz Finlandiyanın o məşhur xoşbəxtlik vitrinini bir kənara qoyuruq. Təhsil sisteminin sərbəstliyindən tutmuş, iş tapmağın referal labirintlərinə qədər. Bu sadəcə bir köç hekayəsi deyil. Bu, şimalın sərt reallığında sağ qalmağın və Sisu fəlsəfəsinin bələdçisidir. Finlandiyaya gəlmək üçün ilk addım rəqəmsal bir imtahandır. Viza üçün bank hesabınızda təxminən 7-10 min avro arası vəsait göstərməlisiniz. Bir çoxları bunu sadəcə rəqəm hesab edir. Amma Finlandiyanın inflyasiya ilə mübarizə apardığı bu günlərdə bu pul sizin sağ qalmağınız üçün həqiqətən lazımdır. Viza prosesi tamamilə onlayn və rahatdır, lakin detallar vacibdir. Məsələn, 18 yaşından kiçik Azərbaycan vətəndaşları üçün doğum haqqında şəhadətnamə və ailəsinin gəlir mənbəyi mütləqdir. Finlandiya rəqəmsal ölkədir, ancaq burada bürokratiya requestlər, yəni tələblər şəklində gəlir. Xərclər isə başqa bir mövzudur. Universitet ödənişləri ingilis dilində təhsil alacaqsınızsa, ortalama 7.000 avrodur. Əlbəttə, təhsil təqaüdləri də universitetlərdən əldə edə bilərsiniz. Ən ucuz yataqxana 200 avrodan başlayır. Tək yaşamaq istəsəz 400 avronu gözdən çıxarmalısınız. Orta bir tələbə həyatı ayda ortalama 600 avro tələb eləyir. Və unutmayın, Finlandiya işsizliyi üzrə Avropada ikinci yerdədir. Yəni o pulu işləyib qazanmaq xəyalı ilk aylarda suya düşə bilər. Finlandiya təhsili imtahan mərkəzli deyil, layihə mərkəzlidir. Burada sizi kəsmək üçün fürsət axtaran müəllimlər yoxdur. Əksinə keçənə qədər şansınız var. Amma bu azadlıq bir Azərbaycan tələbəsi üçün iki tərəfli qılıncdır. Bizim kimi imtahan stresi ilə böyüyən gənclər üçün bu sərbəstlik bəzən tənbəlliyə yol açır. Müəllimlər deyir ki, süni intellekt artıq gəldi. Nəyi bildiyiniz yox, ondan necə istifadə etdiyiniz önəmlidir. Hər universitetdə qiymətləndirmə sistemi fərqli ola bilər. Ancaq ən çox rast gəldiyim nümunələrdə qiymətləndirmə 1-dən 5-ə qədərdir. 50% nəticə kifayətdir ki, dərsi keçəsiz. Amma bu sadəlik sizi aldatmasın. Bazarda rəqabət elə yüksəkdir ki, 5 almağınız belə iş tapacağınıza zəmanət vermir. İş bazarında isə GPA-dən çox real layihələriniz və portfolyonuza baxırlar. İngiliscə bilirsiniz? Əla. Amma Finlandiyada bu kifayət deyil. IT sahəsində belə olsa, fin dili bilməmək sizi 90% vakansiyadan məhrum edə bilər. Fin dili burada sadəcə bir ünsiyyət vasitəsi deyil, cəmiyyətə daxil olmaq üçün qızıl açardır. Gizli iş bazarı hökm sürdüyündən Finlandiyada da işlərin böyük hissəsi heç vaxt LinkedIn-də görünmür. Referral sistemi burada hər şeydir. Yəni, restorandan tutmuş böyük texnologiya şirkətlərinə qədər hər yerdə kimisə tanımaq önəmlidir. Ancaq yenə də nəticə öz bacarığınızla alınır. Lakin bir dəfə o divarı aşsaz, dünya dəyişir. Finlandiya iş bazarı ədalətlidir. İş yükünə uyğun maaş, yüksək vergilər qarşılığında sonsuz sosial benefitlər. Burada klass fərqi yoxdur. Müdürünüzlə eyni masada oturub qəhvə içə bilərsiniz. Maaş artdıqca vergi artsa da, dövlət sizə qayğısız həyat vəd eləyir. Finlərin bir fəlsəfəsi var. Sisu. Bu ümidin tükəndiyi yerdə davam etmə iradəsidir. Qışın 18-20 saatlıq qaranlığı sizin psixologiyanızı sınağa çəkəcək. Bol-bol D vitamini istifadə edəcəksiniz. Lakin finlər bu qaranlığı necə işıqlandıracaqlarını yaxşı bilirlər. Tələbə həyatı inanılmaz aktivdir. Baku bayramında küçələrə çıxan minlərlə rəngli tulumlu tələbə, illik cəmi 40 avroya təklif olunan idman abunəlikləri, həmçinin yeni dostluqlar, tanışlıqlar, yeni tədbirlər. Onlar soyuq deyillər, sadəcə boş səmiyyəti sevmirlər. Əgər bir finli sizin zarafatınızda gülürsə, deməli həmin zarafatınız yerində olub. Finlandiya bir Amerika deyil. Burada milyarder olmaq çətindir. Amma yoxsul qalmaq da demək olar ki, qeyri-mümkündür.
Məzuniyyətdən sonra dövlət sizə 2 il iş axtarmaq üçün vaxt verir və bu müddətdə işsizlik yardımı ilə sizi dəstəkləyir. Bu risk deyil, bu bir təhlükəsizlik torudur. Videomuzun hazırlanmasında öz real təcrübəsini bizimlə bölüşən, həmçinin 16 yaşında Finlandiyaya ayaq basıb hal-hazırda öz yolunu çizən Həmzəyə xüsusi olaraq təşəkkür edirəm. Onun yenə olsa, yenə Finlandiyanı seçərdim deməsi Finlandiyanın ona verdiyi daxili huzurun sübutudur. Finlandiya həm 20 saatlıq qaranlıq deməkdir, həm də dünyanın ən ədalətli sistemi. Bu bir tərəzidir. Bəs siz belə bir sakitlik və huzur üçün qışın sərtliyinə dözərdinizmi? Şərhlərdə müzakirə edək. Həmçinin videoların davamı üçün kanala abunə olmağı unutmayın və unutmayın ki, bəzən ən böyük xoşbəxtlik ən sərt soyuqda tapılır. Mən Müşafərim Əliyeva və bu Şimala gedən yolun xəritəsidir.